Azərbaycanda əqli mülkiyyət sahəsində son dövrlərdə mühüm yeniliklər və artım dinamikası müşahidə edilir. 2026-cı ilin ilk rübündə ixtira müraciətlərinin sayı 2 dəfə artıb, patentlərin verilməsi və əmtəə nişanlarının qeydiyyatı sahəsində də yüksəliş qeydə alınıb. Elektron sistemlərin tətbiqi və idarə etmə mexanizmlərinin təkmilləşdirilməsi hüquqların qorunmasını daha effektiv və əlçatan edib. Tarixə nəzər salsaq görərik ki, müəlliflik hüququnun ilkin qorunma ənənəsi məhz bizim şairlərimizdən başlayıb. Onlar öz misralarında müəlliflərini qeyd ediblər. Biz də bu ənənəni bugün hüquqa əsaslanan daha təkmil formada davam etdiririk. Bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov səsləndirdi. Bildirdi ki, bu il Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir mövzusunda keçirilən konferansda ilk dəfə qədim Turan, Kiçik Asiya ərazilərində Proto-Türk qəbilələri və onların Qafqazla əlaqələri ilə bağlı mənbələr işıqlandırılıb. Müasir dövrdə isə Azərbaycan musiqisinin mənimsənilməsi faktları aşkarlanıb. Bəzi erməni ifaçılar mahnıları öz adlarına çıxararaq YouTube platformasında yayımlasalar da agentliyin müdaxiləsi nəticəsində həmin paylaşımlar silinib. Biz yaymalıyıq və hal-hazırda icma düzgün istiqamət götürüb bunu yaymağa çalışır. Bu çox vacib və əsaslı işdir. Biz hər dəfə erməni yeni yaranmış saxta mənbələri ifşa edirik. Bunlar yazılı şəkildə qalır və kitabça kimi buraxılır və bütün dillərə tərcümə olunur. Əqli mülkiyyətin tərkib hissəsi kimi çıxış edən mədəni irs kontekstində Azərbaycan müxtəlif dövrlərdə Ermənistanın humanitar xarakterli müdaxilələri və pozuntuları ilə üzləşib. İşğal dövründə Azərbaycanın mədəni və dini irs nümunələrinə ciddi ziyan dəyib. Şəhər və kəndlərin infrastrukturu dağıdılmış, tarixi abidələrimiz, məscidlər, ziyarətgahlar, məzarlıqlar məhv edilmiş və ya ciddi şəkildə zədələnmişdir. Bu hallar yalnız mədəni irsin deyil, həm də ümumbəşəri dəyərlərin qorunması baxımından ciddi narahatlıq doğurur. Hesab edirəm ki, əqli mülkiyyət hüquqlarının qorunması, tarixi mədəni irsin elmi əsaslarla tədqiqi və onun müdafiəsi müasir dövrdə həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Artıq agentlik təkcə hüquqları qeydiyyata alan orqan kimi deyil, həm də hüquqların qorunmasını təmin edən qurum kimi fəaliyyət göstərir. Effektivliyi təmin etmək üçün müxtəlif tədbirlər görülür. Bu istiqamətdə əldə olunan ən mühüm nailiyyətlərdən biri odur ki, Dünya Əqli Mülkiyyət Təşkilatının qiymətləndirməsinə əsasən Azərbaycan Əqli Mülkiyyət Agentliyi ən effektiv inzibati idarəetmə strukturuna malik ilk 15 ölkə sırasında yer alıb.